Axşamınız xeyir əziz dostlar. Gördüğünüz kimi bax, Jeneva şəhərindəyik. Bugün ayın neçəsidir bugün? Baxın. Mayın 5-i Jeneva şəhəri. Görürsünüz ki, şəhərin mərkəzindəyik. Yağışlı havadır. Yolla gedirdim, sizcə kimi görsəm yaxşıdır? Ha? Dostlar, sizcə kimi görsəm yaxşıdır? Deyin görüm. Gözəl Jeneva şəhərində. Yolla gedirdim, bir de gördüm ki sizce kimi gördüm? Bakın, bu güzel Jeneva şəhəridir. Fikir verin. Bakın, güzel Jeneva şəhərində yağışlı havadır. Fikir verin. Kimse burada blok çəkir, nəsə çəkir eləyir. Deyir, dünyanın yarısı bloger oldu, getdi. Hə, bax görürsünüz. Bu Rona çayı buradan başlayır, bak. Düz buradan, fikir verirsiniz mi? Bak buradan. Görürsünüz mü? Bu məşhur fontanımızdır. Bak, gözəl belə bir lotka var. Balaca bir lotka, xudmani lotkadır. Gördüğünüz kimi. Fikir verirsiniz mi? Sizce Jeneva şəhərində kimi gördüm? Yazın, şərhlərə görüm. Düz yazsanız diyeceğim. Düzdür, məni tanımadı gördüğüm adamlar. Məni tanımadılar. Görürsünüz mü? Yeraltı keçiddir. İnsanlar burada gəlib, turistlər gəzirlər. Jenevanın gözəl mənzərəli yerini sizə göstərirəm. Fikir verin. Bax. Sizcə Jenevada görürsünüz Ron, Lac Leman və yaxud Jeneva gölündən gördüğünüz kimi bakın məşhur fontandır. O vaxtda Hacı Bala Əbutalibov ideyanı Jenevadan götürdü. Bakın, bugün görürsünüz də, saat da göstərim ki biləsiz. On 28. Bu da Patek Philippe'in saatıdır. Hə dostlar, deyim də sizə kimi gördüm şəhərdə. Və sabah siz də görəcəksiniz onları. Şəhərdə
Bilirsinizmi kimi gördüm? Ay dostlar. Əziz tamaşaçılar. Baxın. Gözəl yağışlı havadır. Çox gözəl hava. Fikir verin. Bax bu qədimi bir 100 yaşdan artıq olan gəmilərdir. Buxarla işləyənlər. Gördüyünüz kimi hal-hazırda sizə buranı ona görə göstərirəm ki, bu gözəl otelləri görürsünüzmü? Bax, Otel Beau Rivage. Birazdan gedəcəyik Intercontinental otelinə. Oranı da çalışacağıq sizə göstərək. Hər halda görürsünüz. Gözəl yağışlı havadır. Turistlərə baxın. Fikir verin. Belə gözəl havada hamı qaçır. Qaçır. Qaça-qaçdı. Cenevada Geneva Cyber Week tədbirləri başlayır. Çoxlu sayda turistlər var. Gördüyünüz kimi şəhərdə. Və sizi hələ də intizarda saxlayıram ki, biləsiniz ki, kim gəlir Cenevaya. Cenevaya nə az, nə çox Azərbaycanda son vaxtlar tez-tez ekranlarda gördüyünüz fikir verin. Sokar'ın logosunu yəqin görürsünüz. Dostlar, sizi çox yormayacağım, deyəcəm kim gəlir. Cenevaya, bax bu gözəl şəhərə İlham Əliyevin ailə üzvü və bir neçə ailə üzvləri gəlir. Başda da Leyla Əliyeva olmaqla. Sizcə, əgər Leyla Əliyevaya hər hansısa sualınız varsa, siz bu gözəl Ceneva şəhərinə gələn Leyla xanım Əliyevaya hansı sualları ünvanlamaq istəyirsiniz? Yazın şərhlər bölümündə. Biz də o sualları onlara ünvanlayaq. Onların yəqin ki, mətbuat xidmətinin rəhbərləri var. Onlarla danışaq, soruşaq. Leyla Əliyeva sabah öz sərgisini açacaq BMT-də. Bilirsiniz ki, o dahi incəsənət xadimidir. İctimai siyasi xadimliyi ilə yanaşı dahi incəsənət xadimidir. O rəssamdır. Dünya şöhrətli rəssamdır. Ona görə bax Leyla xanım Əliyeva sabah bizim gözəl Ceneva şəhərimizin qonağı olacaq. Onu müşahidə edən prezident köməkçisi Elçin Əmirbəyov və onun bacanağı İsveçrədə, Cenevada BMT qarşısında və digər beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən səfir müşahidə edəcək. Bir sözlə böyük bir nümayəndə heyəti qatılacaqdır. Biz də öz növbəmizdə dəyərli dostlar sizə bu ziyafətlə bağlı dahi ictimai siyasi xadim, incəsənət xadimi bu ördəkləri də görürsünüz. İlham Əliyevin agentləri deyil, İsveçrə ördəkləridir. İlham Əliyevin agentləri arada bizi şəhərdə pusur.
öz alemlerinde elə bilirlər ki, biz onları görmürük. Neyse, sabah Jeneva şəhərində BMT-də Leyla Əliyeva başda olmaqla böyük bir nümayəndə heyəti olacaq və sizə sualım var. Sizcə Leyla xanım tək olacaq, yoxsa başçısı Arzu xanım, maması Mehriban xanım, gəlinləri Alona xanım və digər xanımlar onları müşahidə edəcəklər, yoxsa yox? Məndə hələlik, dəyərli dostlar, bu qədər. Yadımıza gəlir də, bax, bu Richard Mille sadə idi ki, Rövnəq Abdullayevin oğlunda uğurlamışdılar. Jeneva bilirsiniz ki, böyük bir şəhərdir ki, hansı ki bir çox dahi şəxsləri həmişə burada qəbul edir. Vaxtikən gördüyünüz kimi videonun əvvəlində barelyef var idi. Divarın üstündə bir kişi uzanmışdı. Orada da yazılmışdı ki, Jeneva qaçqınlar şəhəridir. Sizcə bilirsiniz o kim idi? Bilməyənlər üçün belə deyək ki, tarixi ekskurs getirə bilərəm. Bu tanınmış Rus inqilabçısı Vladimir İliç Leninin barelyefidir. Vladimir İliç Lenin vaxtikən bu binada yaşamışdı. Bu binada yaşamıştı. Biz de geldik. Yine de buradan reportajımızı gösterdik. Ve görək, bəlkə akşam imkan olsa və yaxud sabah səhər imkan olsa Azərbaycan nümayəndə heyətinin üzvləri ilə çalışacağıq, görüşək, sualları verək. Əgər bu videonu yəqin ki baxırlar, suallarımıza cavab vermək istəyirlərsə sualları da ünvanlayaq. Sizin də hər hansısa sualınız varsa dostlar yazın. Böyük məmnuniyyətlə o suallara birlikdə cavab axtaraq. Gördüyünüz kimi yağışlı Jeneva'da artıq şəhərə gələcək qonaqları gözləyir. Odur ki, sizlərin hamınıza uğurlar arzulayıram. Sabah canlı yayında yəqin ki görüşəcəyik. Hər vaxtınız xeyirli olsun dostlar.